بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى أفضل السفراء المقربين العبد المؤيد والرسول المسدد المحمود الأحمد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين واللعن على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد فقال الحكيم في قرآن الكريم أعوذ بالله من الشيطان الرجيم يريدون ليطفئوا نور الله بأفواههم والله متم نوره ولو كره الكافرون. İslam aləminin ucalmaqlığından xatirə müsəlmanların aləmdə izzət tapmaqlığından xatirə salavat xətm eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve acil faracahum. Bənam bu neydi ki, bir məsələ əvvəldə, məsələyi şərii xidmət üçün ərz eləyəm. Bu günləri dəstəmaz məsələsini ərz elirəm. Namaz qılmaqlığa lazımdır insan dəstəmazı olsun. Yəni 3 dənə təharətdən biri dəstəmaz, ya təyəmmüm, yağusl. Dəstəmazı bunları siz bölüsüz. Bu əziz, kiçik və cavan qardaşlarımız ki vardılar, onlar üçün mən tozih verirəm. Dəstəmazın üzvləri ki üzümüzdür. Sağ qolumuz dirsəkdən ta dırnaqlara kimi, sol da həmintor. Məs yerləri başımızdır, 2 dənə ayaq deyirsiniz da siz. Bəli, ayaqlardır. İstəsək dəstəmaz alaq, bu üzvlər gərək pak olalar. Yəni nəcis olmayalar, murdar olmayalar. Ondan sonra əgər əlimizdə üzük var, qolumuzda saat var, bunları açarıq qoyarıq cibimizə ya bir yerə ki, istəyirik dəstəmaz alaq. Əgər bu dəstəmaz alınan yerlərdə, əllərdə, qolda, başda, ayaqda bir zat ola ki, qoymaya su dəriyə yetişə. Biz qır deyərik, qır. Bu asfaltıda da işlədərlər. O adamın bədənində olsa qoymaz su dəriyə yetişsin. Ya uşaqlar adams, saqqız biz qədim deyərdik, saqqız. Onlardan istifadə edirlər, o adamın əlinə yapışsa, üzünə yapışsa, qoymaz su dəriyə yetişə. Dəstəmazdan qabaq gərək bunları biz neyniyək? Təmizləyək. Əlimiz nəcis olsa, qanı olsa təmizləyək. Qır olsa, saqqız yapışıbdır, onları təmizlərik, ondan sonra dəstəmazı başlarıq. Sağ əl
sol əldən mübarəkdir. Görürsüz müsəlmanlar əl verəndə sağ əllərin bir-birinə verirlər. Növən ilə hamı bu cürdür, tək müsəlmanlar da deyirlər. Muamilə eləyəndə, elə ki muamilə qurtuluru, əllərin verirlər. Məsələn, Allah xeyr versin, Allah bərəkət versin. Sağ əlimiz möhtərəmdir. Bu sağ əllə su allıq bu alnımızdan. Mən icazə versəz, elə su aldıqca əlimizə bu alnımızdan dökərik, niyyəti burada eləyəcək. Dəstəmaz alıram qürbətən ilallah. Dilimizdə lazımdır, ürəyimizdə deyəcək. Su ki buradan tökdük, aşağıya yuvacaq. Əndazə yumaqlıq, miqdar nə miqdar üzdən yuvacaq. Buradan tüykü göyəribdir, ta çənəmizə kimin. Bu uzunluğudur. Əni nə qədirdir? Əni bu ara barmaq ki vardı, bu barmaqla bu barmağın arası nə qədir? Hər kəsin öz əli üzün tutar, o miqdar yuyulacaqdır. Da bu qulağı yuvasan, bu yanı yuvasan, yox. Bir zərrə bu tərəflik ki, yəqin eləyə adam, o vacib yeri mən yudum. Pəs, suyu tökdük, alnımızdan yuduq aşağıya, bu zahir bədənimizi ki, üzümüzdür, zahirin yuvacaq, su yetişəcək bunlara. Bu vacibdir, buradan tökdük. İkincisin tökürük, müstəhəbbidir. Bəs üzümüzə 2 dəfə ki su vururuq, əvvəl vacibdir, ikincisi müstəhəbbidir. Növbət yetişir sağ əlimizə. Sağ əlimizi, əzizlər, mən dedim üzüyü çıxardarıq. Sağ əlimiz, bura dirsəh biz deyərik. Dirsəh. Bura. Buradan ta bura kimi yuyulacaqdır. Su götürüb buradan tökəcəyik, əvvəldə bura. Kişilər, ağalar buradan tökərlər, belə maliş verirlər. İkinci suda buradan tökəcəyik. Buradan başladıq ta yuvacaq. Yuxarıdan, dirsəkdən aşağıya yuvacaq. Barmaqlara tərəf yuyacaq. Sağ əli ki bu cür yuduq, sol əli də elə həman keyfiyyətdə yuvacaq. Növbət yetişər başımızın məshinə. Nə miqdar məsh vacibdir? Başın qabaq qisməti buradan ta bura kimin ki bu alnın suyuna yetişməyə. Belə çəkəcək, başımızı saxlayacaq, əlimizi başımıza çəkəcək. El olmasın ki, əli çəkəndə başı da çəkəsən. Yox, baş sabit qalacaq, əli çəkəcək. Bu məshin su alnın suyuna qatışmayacaqdır. Əndazəsi də yaxçısı budur ki, adam elə bu 4 barmaq ki vardı, bununla çəkər. Belə 3 barmaq da olar, 2 barmaq da ola bilər çəkəsən aşağıya. Ondan sonra əyağımıza məssəhmaqlıq, əyağı bir yerdə qoyaq ki, sabit ola. Bu barmaqların ucundan ta bura kimin ki qətlənir. Əyağımız belə bükülür. Burada çəhsə adam hamı müştəhidlərin nəzərinə əməl edir. Bəzilə deyirlər bura kimin, vəli siz elə bura kimin kamil çəkin. Baxın bir, belə bu. Yine əyağımız sabit qalacaqdır, əlimizi çəkəcək. Əyaq sabit qalacaq, əlimizi çəkəcək. Bu dırnağın ucundan ta bükülən yerə kimin
Sol ayağımız da bunun kimin. Bunda bizim dəstəmazımız olar tamam. Əzizlər, bu dəstəmazda bir zad ki mühimmidir, dalbadal işləri. Yəni, fasilə verməyəsən arasına. Məsələn, üzüyü yuyursan, biraz durasan, bir nəfərlə danışasan, sonra əl uyuyasan, danışasan, sonra sol əl uyuyasan. Fasilə salmayasan arasına. Bəs niyyəti də əvvəldə dəstəmaz alıram qurbətən ilallah. Bu bizim dəstəmazımızdır. Ümidim var inşallah eləyə biləm, təhvil verəm ki, şərən dəstəmazımız budur. Siz başarırsınız, ta mən təzəkkur ünvanında ərz elədim. Ölənlərimizi, şəhidlərimizi məscid düzəldib, dünyadan gedənlər, Hüseyniyyə, bu məclislərdə əzizləri ki, pul xərclirlər, ehsan verirlər. Sizləri ki, hamız vaxtınızı qoyursuz bu İmam Hüseynin əzadarlığında ronaq verirsiniz, izzətli elisiz, hamıları salavat ilə yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed və əcil fərəcəhum. Ayə-i şərifi ki, əvvəli ərzimdə xidmətinizə tilavət elədim, buyurur, bir iddələr istirlər Allahın nurun geçirsinlər, söndürsünlər. Söndürmək deyirsiniz? Söndürsünlər. Amma onlar eləyə bilməzlər. Allah nurun təkmil elər, kamil elər. Vəlo inki kafirlərin xoşu gəlməyə, istəməyələr. Kafirlər istirlər ki, Allahın nurun üstün tutsunlar. Nuru aradan aparsınlar. Vəli buna təvanları yoxdur, qüdrətləri yoxdur. Əgər diqqət eləsək, elə qədim zamandan da bu cürümüş, indi də həman keyfiyyətdədir. Bu ziyarət-i Aşurayı ki, ayrı vaxtlarda oxunar, amma bu dəhəni ki, dəstə cəmi birlikdə oxuruq, bunun bir iddə səlamları vardı. Bir neçə dənə lə'niləri vardı. O lə'nilərdə lə'nəllahu ümmətən dəfəətkum ən məqamikum. Allahın rəhmətindən uzaq olsun o ümməti ki, əimməni öz məqamlarından, öz şə'nilərindən gətdilər aşağıya. O cürəyi ki, gərək əimməni tanıyeydilər, qoymadılar tanınsın. Elə təbliğat elədilər ki, Muaviyə deyirdilər, Peyğəmbərdə olmasa yarım Peyğəmbərdir. Yarı Peyğəmbərdir. Təbliğat bu cür olar ha. Düşmən təbliğ eləyəndə elə təbliğ eləyir Muaviyeyi ki, tamam fəsaddar, tamam qolaylıqlar, zeştilər onun başının altındadır. İmam Hüseynin şəhadəti onun tövtəəsi iləndir. İmam Həsən onunlandır. Əmirül Mömininin şəhadətə onun dəsisələridir. Allah lənət eləsin o ümmətə ki, sizi məqamınızdan dəf elədi. O mərtəbələr, o məqamlar ki vardı, onlardan gətdilər aşağıya. Bunlar təbliğ elədilər, bu işləri gördülər, aya işlərində müvəffəq oldular? Aşuranın dərslərindən biri budur ki, onlar müvəffəq olmadılar.
40 ildən çox Muaviyə Şamda hökumət elədi. Tamam işi də bu idi ki, Əhl-i Beytin əleyhinə danışırdı. Əmirülmöminin ki, pak, müqəddəs bir insanıdır, elə təbliğ elədi cəmaətin içində tanıtdırdı. Əmirülmöminin Kufədə, Mehrabda zərbətlənəndə başı ki zərbət yedi, şəhadətə yetişir, deyirlər Əli məsciddə şəhadətə yetişdi, Şamda biri də deyirlər məgər Əli namaz qılardı məsciddə şəhadətə yetişər. Əzizlər, təbliğat bu cürdür. Əlan da bir iddə Muaviyə kimin adamlar var. Siz müsəlmanların, siz şiələrin, İmam Hüseynin bu hərəkətin, bu qiyamın istəmirlər cəmaət bülsün. Bülsələr də dəyişik bülsünlər, əvəzi bülsünlər. Biz gərək təlaş eləyək, qoymayaq bunlar yaddan çıxsın. Bunları diri saxlayaq. Bunlara həmişə əhəmiyyət verək. Aşuranın dərslərindən biri budur ki, bə'd əz şəhadət İmam Hüseyn, İmam Hüseynin balaların ki, əsir surətində apardılar, bu usəra təbliğati ki, Kufədə elədilər. Təbliğati ki, Şamda elədilər, Əhl-i Beyti onlara tanıtdırdılar. Muaviyə ki 40 il təbliğ eləmişdi, Əmirülmöminini o cür tanıtdırmışdı. İmam Həsəni o cür tanıtdırmışdı, İmam Hüseyni o cür tanıtdırmışdı. Həzrəti Zeynəb, İmam Səccad Şamda elə sözləri aydın, Kərbəlanın quzarışın aydın cəmaətə yaydı, bülündürdü, tozih verdi, bəyan elədi. Onlar ki Əmirülmöminini dəyişik tanımışdılar, pəşiman oldular. Onlar ki bunları xarici bilirdilər, Peyğəmbərin balaları bilmirdilər, onlar mütəvəccüh oldular ki, böyük iştibah eləyiblər. Aşuranın mühim dərslərindən biri də Əhl-i Beyti, düşmənan Əhl-i Beytə tanıtdırdı, bülündürdü ki bunlar Allahın o xalis bəndələrindəndirlər. Allah sevən bəndələrdəndirlər. Allah bunların təvəssütü ilə bu birisi insanlara ruzi verir, ruzilərinə bərəkət verir. Bunlar Allah yolunun rahnumaları, mürşidləridirlər, dəlilləridirlər. Allah yolun bunlar yaxçı cəmaətə nişan verirlər. Əzizlər, ümidim var inşallah bu məcalisə bundan artıq əhəmiyyət verək. Balalarımızı tanıtdıraq, aşina eləyək İmam Hüseynin qiyamı ilə, əməli ilə. İmam Hüseyn zülmün müqabilində, zalimin müqabilində dayandı, ta dini Xuda, Allahın dini diri qalsın. Ələm-i İslam uca qalsın, yıxılmasın. Əgər İmam Hüseynin şəhadəti olmasaydı, balalarının şəhadəti olmasaydı, balalarının əsirliği olmasaydı, düşmənlər bu dindən bir zat qoymazdılar qalsın. Asari az din qalmazdı. Necə ki görürsüz əlan bir iddələr, əgər eləyə bilsələr, İmam Hüseynin
hərəmin də aradan apararlar. Yadınıza gəlir, Daeş Əraqda, Suriyədə neynədi? Kərbəla xətərdə idi. Kazımin, Samirranı münfəcir elədilər də. Yadınıza gəlir. Bunlar fəqət dirilik vaxtlarında imamlarımızla düşmən deyirdilər. İndi də qəbirləri ilə düşməndilər. Əllərindən gəlsə bunları aradan apararlar. Müntaha ayə-i şərifə ki xidmətinizə oxudum. Yuridunə liyudfi'u nurallahi bi əfvahihim. Allahın nurun təbliğatları ilə istirlər söndürsünlər, aradan aparsınlar. Amma vallahu mutimmu nurih. Allah öz nurun tamam elər, axirə yetirər. Vəlo kərəhəl kafirun. Vəlo inki Trump'ın, Netanyahu'nun, ayrıların xoşuna gəlməyə. Allah bu nuru saxlayacaqdır. Saxlayacaqdır. Görürsünüz indiyə kimində saxlayıbdır. İndiyə kimində saxlayıb. Bunlar bir iş gördülər ki, İran bir işıqlıqdır dünyada. İşıqlıqdır dünyada ki, adam eləyə bilər, müsəlman ola, qadın eləyə bilər, hicabı ola, dərs oxuya, danışmənd ola. Müsəlmanlar elmidə yuxarı olalar, sənətləri ola, elmiləri ola. Onlar istəmirlər müsəlmanlar bu zatlara yetişsinlər. Bunlar bizim tənha dinimizlə düşmən deyirlər. Bunlar bizim elmimizlə də düşməndilər. Bunlar bizim danışımızla da düşməndilər. Odur ki, görürsünüz bizim mədrəsələri vururlar. Minabda neynədilər? 168 məsum uşaqları, qızdı, oğlandı, şəhadətə yetirdilər. Bunlar xəstəxanaları vururlar. Xəstəxanalar. Bunlar o yerləri ki, daru dərman düzəldirlər, onları vururlar. İstəmirlər biz tərəqqi eləyək, biz yuxarıya gələk. Müsəlman yuxarıya gəlsə, onlar gəlirlər aşağıya. Müsəlmanın istedadı, huşu onlardan yuxarıdır. Bilmirəm nə miqdar mütaliə edirsiniz, bu zəminədə təlaş edirsiniz. Bizə dünya hər zadın üzüm bağlıya bizim cavanlarımız neynədilər? Pəhbad sizin də sorağıza gəldi, da fikrim köməkliyinizə gəldi. O ki deydilər, müsəlmanlar heç zat başarmazlar, müsəlmanlar bərbərdilər, müsəlmanların əlindən bir iş gəlməz. Müsəlmanlar bir iş gördülər ki, Trump öz halına gəlir, deyir ki, mən istəyirəm İrandan təfahümə yetişəm. O gəlmişdi İranın hökumətin aradan aparsın. İranın uraniyumun aradan aparsın. İranı nabud eləsin, təcziyə eləsin, bir-birindən ayırsın, qət eləsin. Gördü gücü çatmadı, deyir, gəlin danışaq. Gəlin danışaq. Allahın köməkliyi ilə siz müsəlmanların duasının bərəkətinə bu fikirləri aparacaqlar cəhənnəmə. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Famili rəhbər. Ümidvarım inşallah sizin dualarınızın bərəkətinə, İmam Hüseynin bu əzadarlığının bərəkətinə
İmam Hüseyin'in qiyamın siz müsəlmanlar dünyada dirildisiz. Dünyada uşaqlarınıza təhvil verirsiniz, bülməyənlərə bölündürürsünüz və inşallah el-İslamu ya'lu və la yu'la aleyh. İslam qalib olacaqdır, ucalacaqdır. İslam'a bir şey ucalmayacaq. İslam aşağıda qalsın. İslam gedəcək yuxarıya. Biraz təhəmmül istəyir, biraz səbr istəyir. Əgər o gün İmam Hüseyin balaların şəhid verməsəydi, bugün İslam bizim əlimizdə yetişməzdi. Bu günləri istəyirəm Seyyid-i Şühədanın o cavan balası ki, özü buyurdu, mən Peyyambərə müştaq olanda, Peyyambərin simasını görəm, baxardım Əli Əkbərin qiyafəsinə. Əshab-ı İmam Hüseyin öz aralarında bir qərarları var idi ki, nə qədir ağa, biz diriyik, sən və sənin balaların qoymarıq gedələr meydana cəng eləmaqlığa. Bizdən sonra özün bilirsən. Bizdən sonra özün bilirsən. Odur ki, İmam Hüseyin buyurur, mən öz əshabım kimin ba vəfa, əshab, bəsir əshab tanımıram, bilmirəm. Vaxtı ki, İmam Hüseynin əshabı şəhadətə yetişdilər, da bir nəfəri əshabdan qalmadı, əvvəl İmam Hüseynin Əli Əkbəri gəldi atasının xidmətinə, icazə istədi, gitsin düşməndən cəng eləsin. Buyururlar, İmam Hüseyin ayrılar gəlib izni meydan istəyəndə biraz dayanardı, tez cavab verməzdi. Amma Əli Əkbərə izn istəmək həmin icazə verdi. O olan məhəbbəti, bala məhəbbətin ürəyindən çıxartdı. Bu Allah qurbanıdır. Bu Allah dininin qurbanıdır. Amadə elədi. Yeriyir Cənab-ı Əli Əkbər düşmənə tərəf, ağa İmam Hüseyin dalısıca baxır. Nəzərə ileyhi nəzərə ayisin min. Baxır, bu getmək ayrı bir getməkdir. Üzün tutdu göy aləminə. Allah, şahid ol, mən bu qovmin tərəfinə bir nəfər göndərirəm ki, əşbəh naz, zibatərin, gözəl olan insanı ki, Peyyambərə həm məntiqi, həm xəlqi, həm xulqu oxşur, bunların tərəfinə göndərdim. Getdi, cəng elədi. Bir iddəni öldürdü, amma hava istidir. Geyim, silah ağırdır. Qeyddi atasının tərəfinə, atacan, geyimin ağırlığı, havanın istiliği, ətəş mənə qələbə elir. Bir şərbət suya imkan var. Buyururlar, ağa ağladı. Ağa ağladı. Buyurdu, qeyd günən. Qeyd tez olar, cədduvun əli ilə sirab olarsan, heç vaxt daha ətəş görməsən. Cənab-ı Əli Əkbər qeyddi, dubarə mühkəm cəng elədi, bir vaxt səsləndi, səlam olsun sənə ya Əba Əbdillah, cəddim məni sirab elədi, bir kəsi də sənin üçün zəxirədir, sənə saxlayıbdır.
İmam Hüseyin vaxtı ki bunu eşitdi, sərasimə təşrif getdi Cənab-ı Əli Əkbərin başının üstünə, gördü balası doğranıb erbən erba. Aləd dünya bə'dəkəl əfa. Ali senden sonra dünyanın faydası yoktu, erzişi yoktu. Ağa istedi balasının cenazesin getsin xeymelere tərəf. Ama bedenin əzaları birbirinden ayrılır. Səsləndi ey bəni Haşim cavanları, gəlin Əli Əkbərin cənazəsin həml eləyin xeymələrə tərəf. Bu zaman xəbər yetişdi Cənab-ı Zeynəb Kubraya, geldi özün saldı Əli Əkbər cənazəsinin üstünə, necə oxşur ağlır. Əla lə'nətullah aləl qavmiz-zalimin və seya'ləmullezine zələmu əyyəmun qalibin yənqalib.